Hər vaxtınız xeyir. Vacib sualı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov cavablandırır. Vüqar müəllim, xoş gördük sizi. Müsahibəyə razılıq verdiyiniz üçün ilk növbədə təşəkkür edirəm. Çox sağ olun. Təbii ki, söhbətimiz Palatanın 2024-cü ildə hesabatı ətrafında olacaq. Bu hesabatda ölkədə ilk dəfə olaraq nəticədən asılı büdcə modelindən istifadə olunub. Bu modelin digərlərdən fərqi nədir və ümumiyyətlə nəticədən asılı büdcə modeli nə deməkdir? İlk əvvəl deyim ki, bizim keçən həftə Milli Məclisin komitəsində, müvafiq komitəsində 2024-cü ildəki fəaliyyətimiz müzakirə olundu və plenar iclasa tövsiyə edildi. 2024-cü ildə Cənab Prezidentin qarşımızda qoyduğu vəzifələr, o cümlədən Hesablama Palatası haqqında qanunla müəyyən olunmuş 21 vəzifənin hər birinin öhdəsindən gəlməyə çalışmışıq. Nəticə əsaslı büdcə modeli büdcə planlaşmasının ən mühüm modellərindən biridir. Ümumiyyətlə, Hesablama Palatası strateji plan üzərindən fəaliyyətini təqribən 14 il ərzində həyata keçirib. Sonuncu strateji plan daha uzun müddətli dövrü əhatə edir. Bu 2021-25-ci illəri əhatə edir və 5 illik dövrü bir dövrdür. Bu dövrün 24-cü ildəki fəaliyyətimiz əməliyyat planına uyğun müəyyən edilib. Orada modelin əsas fərqi büdcə məbləği ilə nəticə göstəricilərin bir-birindən əlaqələndirilməsidir. Bizim məqsədimiz nəticə əsaslı çərçivənin tətbiqini genişləndirməkdir. Keçən il nəticə göstəriciləri üzərindən qurulmuş büdcə modelində bizim nəzərdə tutduğumuz tədbirlərin təqribən 90%-ni və buna müvafiq olaraq büdcəmizin 86,6%-ni icra etmişik. Bu müsbət bir göstəricidir. Hesab edirik ki, bu modelin 2021-ci ildə ölkəmizdə tətbiq olunmağa başlamış nəticə əsaslı büdcə modelinin pilot layihələrinin həyata keçirilməsində də bir dəstək olacaqdır. Daha sadə dildə izah etməyə çalışsaq ki, modelin əvvəlki sifariş əsaslı büdcənin modelindən fərqi, əvvəl biz nə qədər vəsaitin xərclənməsini və bu vəsaitin plan göstəricilərə nə qədər uyğunluğu barədə danışırdıqsa, indi xərclənən vəsaitdən nə əldə olunub, hansı nəticə əldə olunub, bu məsələlər üzərindən müzakirə aparmaq istərdik. Palatanın bu hesabatını özündən əvvəlkilərlə müqayisə etsək, nəyə sevindiniz və yaxud da əksinə, nəyə məyus oldunuz, nə sizi məyus etdi? Qeyd edim ki, əvvəlki illərin fəaliyyətimizlə bağlı göstərilən nəticə göstəricilərimiz 2024-cü ildə fəaliyyətimizdəki nəticə göstəriciləri ilə müqayisə etsək, təqribən 2 və daha çox nəzarət tədbiri apardığımız eyni bir qrupda nəticələrin yaxşılaşdırılmasının təxminən 83,3%-ni əhatə edir. İlk dəfə nəzarət tədbiri apardıqlarımız isə təqribən bütün nəzarət tədbirlərin 45,5%-ni təşkil edir. Müəyyən təşkilatlarda fəaliyyət apardığımız nəzarət tədbirlərinin nəticələrini görürük. Bu, müsbət mənada bizi də sevindirir ki, nəticə çıxaran qurumların sayında da genişlənmə, artma var. Eyni zamanda bu nəticə çıxarmayan qurumların da siyahısını bura əlavə etmək olar. Hesab edirik ki, burada maddi məsul şəxslər arasında məsuliyyət bölgüsü tam aparılmamış, daxili nəzarət mexanizmləri tam qurulmamış və bu sahədə hələ ki biz davamlı fəaliyyəti davam etdirməliyik. Ən çox nöqsanları hansı sahələrdə baş verir ümumiyyətlə? Hesabatımızda bu barədə daha geniş göstərməyə çalışmışıq. Əsasən bütün pozuntuları 10 növ üzrə təsnifləşdirməyə çalışmışıq və bunu da son 10 ildə davamlı şəkildə aparmaqdan məqsəd dinamikanı izləmək, uyğun, doğru təhlilləri aparmaq, nəticəni qiymətləndirmək məqsədidir. Və hər bir pozuntuları da biz 3 qrupa bölürük. Bunları biz uyğunluq aspektindən, maliyyə elementləri baxımından və səmərəlilik auditi baxımından.
uyğunluq auditi baxımından biz daha çox büdcə qanunvericiliyinin pozulmasını, dövlət satın almaları sahəsində qanunvericiliyin pozulmasını və əsaslı tikinti sahəsində olan pozuntulardır. Keçən il bu sahədə biz ümumiyyətlə uyğunluq elementləri çərçivəsində 657 milyon manatlıq pozuntu müəyyən etmişik ki, onun 126 milyonu büdcəyə dəyən zərərdir. 531 milyonu isə digər maliyyə pozuntularına aiddir. Maliyyə elementləri baxımından pozuntuların məbləği böyük olsa da bu təqribən 2 milyard 66 milyondur. Burada bunu biz son dövrlər kütləvi informasiya vasitələrində səslənən fikirlərlə razı deyilik. Bu mənimsəmə faktı deyil. Bu maliyyə hesabatlarındakı pozuntularla bağlı, təhriflərlə bağlıdır və mühasibat sotunda aparılan müxabirləşmələrin hesabatlar arasındakı fərqlərlə daha çox bağlıdır. Üçüncü element kimi səmərəlilik aspektləri baxımından qiymətləndirmişik. Burada biz 157,7 milyon manatlıq pozuntu müəyyən etmişik. Bunlar satın almalarda daha qənaətli vəsait istifadə edilməsi, alınan aktivlərin birbaşa istehsalat və təsərrüfat proseslərinə deyil, aktivlərin alınıb yığılması, istifadə edilməməsi və s. bununla bağlı olanlardır. Araşdırdığınız qurumlarda məsuliyyət hissi necədir? Hər dəfə araşdırılma apardıqca bu məsuliyyət hissi artır, yoxsa onlar üçün heç bir fərqi yoxdur? Bu bizim üçün önəmli bir məqamdır. Məqsədimiz də, auditin də məqsədi ilk əvvəl yalnız maliyyə pozuntularını ortaya çıxartmaq deyil, onun gələcək fəaliyyətində bu maliyyə pozuntularının qabaqcadan görülməsi, bununla bağlı tədbirlərin görülməsidir. Bu bizim üçün ən önəmli bir məsələdir. Ən önəmli məsələ çıxarılan pozuntularla bağlı məsuliyyətin daha da artırılmasıdır. Bu mənada 24-cü il əvvəlki illərdə müəyyən qədər fərqlidir. İşğaldan azad olunmuş ərazilərdə də araşdırmalar aparılır. Bu araşdırmalar nəyi göstərir? Deyə bilərikmi ki, orada daha məsuliyyətlə çalışırlar? Bir mənalı. Bilirsiniz ki, cənab prezidentin tapşırığı ilə işğaldan azad olmuş ərazilərdə böyük abadlıq yenidən qurma işləri gedir. Aparılan abadlıq yenidən qurma işlərinə sərf olunan vəsaitləri daha məsuliyyətli yanaşma tələb edir. Müəyyən pozuntular varsa da bu ilk əvvəl layihə smeta sənədlərinin hazırlanması ilə, işlərin layihə ilə bağlı paralel görülməsi ilə bağlıdırsa, bununla bağlı Hesablama Palatası tərəfindən bu ərazilərdə aparılan auditlər daha çox pre-audit şəklində aparılır. Qabaqcadan hər hansı bir məsələlərlə bağlı, qarşıya çıxan problemlərlə bağlı auditin özünün təsirini artırmaqdır. Hesab edirik ki, bu ərazilərdə görülən işlərin nəticəsi və onlara sərf olunan vəsaitlər bir-birlə çox əlaqəlidir və bu işlər də belə davam etməlidir. Bayaq qeyd etdiniz ki, hansı sahələrdə daha çox bu qanun pozuntuları qeydə alınıb, o tikinti sahəsidir, dövlət satın almalarıdır. Orada qeyd olunan bu qanun pozuntuları və orada sərf olunan sərfiyyat göstərilmədi. Sonra da maliyyə büdcəyə necə qaytarılır? 2024-cü ildə biz qeyd etdiyim kimi 84,4 milyon manat vəsaitin büdcəyə bərpası ilə bağlı qərar qəbul etmişik. Onun 24-cü ildə 59 milyon manatın bərpasına nail olmuşuq. Növbəti bərpalar müəyyən zaman tələb etdiyi üçün cari ildə də bu iş davam edəcəkdir. Qeyd edim ki, əvvəlki illərdə də müəyyən etdiyimiz nəzarət tədbirlərindən təqribən 8 milyondan yuxarı vəsaitdə bu 23-22-ci illərə əhatən vəsaitdə 24-cü ildə bərpasına nail olmuşuq. Bərpa olunan vəsaitlər əsasən hesablarda qalan vəsaitlərin büdcəyə silinməli olan vəsaitlərin bərpası ilə bərpası formasında məhdud məxsus şəxslərdən tutulma yolu ilə günahkar, belə deyək, podratçı müəssisələrin artıq alınan və podratçı müəssisələrin dövlət büdcəsinə bərpası yolu ilə əvəzləşmə qaydasında natural formada işlərin görülməsi ilə qaydasında dövlət büdcəsinə bərpası təmin olunur. Naxçıvan Muxtar Respublikası barədə də istəyirəm sizin mövqeyinizi öyrənim. Ümumiyyətlə bu mövzu barədə danışaq. Çünki Naxçıvan Muxtar Respublikasında aparılan araşdırmalardan sonra biraz bu mediada da müzakirələrə də səbəb oldu. Baş verən dəyişikliklər
Rəqəmlərdə özünü necə göstərdi? Qeyd edim ki, 2024-cü ildə Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikasının büdcəsini əhatə edən 8 nəzarət tədbiri aparılıb. Onun 6-sı audit formasında aparılıb, ikisi analitik formada aparılıb. 2 analitik formada aparılan nəzarət tədbiri ilk dəfədir Naxçıvan Muxtar Respublikasında aparılıb. Bu, 2023-cü ilin büdcəsinin icrasını əhatə edib və 2025-ci ilin Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsini əhatə edib. 6 nəzarət tədbiri müxtəlif sahələri əhatə edib. Nəzarət tədbirlərinin nəticələrindən müsbət məqamları da var. Bunlar ilk növbədə ondan ibarətdir ki, artıq hesabatlığın təqdim olunmasında intizam var. Dövlət satın almalarına müraciət və onun əhatəsinin genişləndiyi hiss olunur. Və üçüncüsü, mal alışlarında əmtəsiz dövriyyənin həcmi kifayət qədər azalıb. Lakin bu sahədə hesabatlığın standartlara uyğunluğu, daxili nəzarət mexanizminin təkmilləşməsi, işçilərin bilik və bacarığının artırılmasına da çox böyük ehtiyac var. 2024-cü ildə daxil olmaqla Hesablama Palatası tərəfindən bir neçə dəfə Naxçıvan Muxtar Respublikasında müxtəlif tədbirlərdə iştirak edilmiş, o cümlədən təlimlər də həyata keçirilmişdir. Hüquq mühafizə orqanlarına bu dəfə neçə müraciət olundu? 2024-cü ildə 8 nəzarət tədbirinin nəticələrini hüquq mühafizə orqanlarına göndərmişik. Bu nəzarət tədbirlərini əhatə edən məbləğ 15,2 milyon manatdır. Hüquq mühafizə orqanları tərəfindən istintaqı davam edən və ya məhkəməyə hələ təqdim edilməyən materiallar istisna olmaqla təqribən 7,4 milyon manatın bərpası təmin edilmişdir və böyük bir məbləğdə də əmlakın üzərinə həbs qoyulmuşdur. Hesab edirik ki, bizim 24-cü ildə Azərbaycan Respublikasının Baş Prokurorluğuna memorandumumuz var. Bu memorandum özü bizim birgə qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə səbəb olacaq. Növbəti dövrlərdə də korrupsiya riski olan materialların hüquq mühafizə orqanına göndərilməsində nəzərdə tutulur. 2025-ci ildə də təbii ki, araşdırmalarınız davam eləyəcək. Ümumiyyətlə, proqnozlarınız necədir? Ötən illə müqayisə edin ki, 2024-cü il və ya 2023-cü illə müqayisədə düşünürsünüzmü ki, bu il həmin qanun pozuntuları azala bilər? Hesab etmirik ki, bizim nəzarət tədbirləri nəticələrindən çıxan böyük rəqəmlər bizim üçün bir yaxşı göstəricilər hesab olunur. O cümlədən hüquq mühafizə orqanlarına göndərilən. Biz hesab edirik ki, bu göstəricilər ildən ilə daha çox azalması bizim üçün müsbət göstəricilər hesab oluna bilər. Növbəti ildə də funksional fəaliyyətimiz 4 istiqamətimiz var. Hər 4 istiqamət üzrə fəaliyyətimizi davam etdirmək fikrimiz var. Eyni zamanda 25-ci il üçün biz Qazaxıstan və Türkiyə ilə paralel auditlərin aparılmasının, ekoloji auditlərin davam etdirilməsini, işğaldan azad olmuş ərazilərdə pre-auditlərin daha da genişləndirilməsini, növbəti ildə bizim beynəlxalq sahədə bir də uğurumuz ondan ibarətdir ki, biz Asiya ölkələrinin ali audit orqanlarının rəhbər şurasına seçilmişik, idarə heyətinin. Onun burada böyük bir tədbiri var. Bu tədbiri keçirmək istəyirik. O cümlədən Səudiyyə Ərəbistanına biz həmkar qiymətləndirilməsi üçün müraciət etmişik. O həmkarlar bizim funksional fəaliyyətimizi audit etməyə planlaşdırılır. Növbəti ildən biz ali audit orqanları qarşısında yeni standartlar var, yeni çağırışlar var. Bu çağırışlardan irəli gələn məsələlərin həllinə də çalışacağıq. Bu dediklərinizi həm də Hesablama Palatasının beynəlxalq standartlarla ayaqlaşması barədə yeniliklər kimi hesablaya bilərikmi? Və yaxud da başqa hansı yenilikləriniz olacaq? Ümumiyyətlə hesab edirik ki, ali audit orqanı olaraq Hesablama Palatası daim beynəlxalq standartların tələblərindən faydalanmalıdır. Bu beynəlxalq standartları, metodikanın Hesablama Palatasının fəaliyyətinə tətbiqində biz maraqlıyıq. Növbəti 25-ci ildən başlayaraq 2 əsas aspekti sahəni istərdim qeyd edim. Bunlardan biri audit standartlarına keyfiyyətin, əminliyin daha da genişləndirilməsinin tətbiqi. Bu, nəzarət tədbirlərinin nəticələrinin keyfiyyətinin artırılması məqsədi güdür. İkincisi isə məsafədən audit və verilənlərin təhlili ilə bağlı
cari ildə biz proqram təminatının hazırlanmasını planlaşdırırıq. Bu bizim əhatə dairəsini genişləndirəcək və fəaliyyətimizə rəqəmsallaşmanın tətbiqini genişləndirilməsi nəzərdə tutulur. Amma ümumiyyətlə götürdükdə cari ilin oktyabr ayında Misirdə Ali Audit Orqanların Beynəlxalq Təşkilatlarının Böyük Konqresində 2 əsas mövzu var. Bunun mövzunun biri Ali Audit Orqanlarında süni zəkanın üsulları tətbiqi məsələləridir. İkincisi isə böhranlı dövrlərdə hökumətlərin fəaliyyətlərinin auditi. Bundan başqa daha bir neçə istiqamətlər də var ki, bu Ali Audit Orqanlarının gələcək dövrü üçün əsas mövzulardan biridir. Hesab edirəm ki, ekoloji auditlərin heç vaxt aktuallığı düşməyəcək. Bu ekoloji audit deyəndə mənim özüm üçün də maraqlıdır. Yəni necə ekoloji audit? Bu sahə necə audit olunur? Cari ildə 24-cü ildə biz bir fəaliyyət auditimizi ictimaiyyətə təqdim etmişik. Bu təhlükəsizlik tullantılarının idarə edilməsi nəticəliyi ilə bağlıdır. Bundan başqa ətraf mühitin mühafizəsi üzrə auditlər də var. Yəni ətraf mühitə sərf olunan vəsaitlərin necə xərc olunması ilə yanaşı, ondan gözlənilən nəticələri nə dərəcədə bu vəsait sərf olduqdan sonra o nəticələr əldə olundu. Ətraf mühitə kifayət qədər vəsaitlər sərf olunur, müxtəlif adlarla. Bu nəticələr əldə olundu mu? Bu sahədə qanunsuzluqlar olurmu? Əsas ekoloji auditləri keçən il göstərdiyimiz fakt baxımından deyim ki, təhlükəsizlik tullantılarının idarə edilməsi ilə bağlı ölkəmizdə müəyyən problemlər var. Bu bir qurum əhatə etmir, deyək ki, bu bir qurum əhatə edir. Xeyr, bu kifayət qədər həm yerli icra hakimiyyəti orqanlarının, həm mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiya şəklində bu fəaliyyətin idarə edilməsini nəzərdə tutur. Mən bayaq rəqəmsallaşmadan danışdınız. İndi artıq bütün dünyada bir çox sahələrdə rəqəmsallaşmadan geniş istifadə etməyə başlayırlar. Hesablama palatasında bu sarıdan vəziyyət necədir? Hal-hazırda bizdə fəaliyyətimizdə öz işçilərimizin sayəsində rəqəmsallaşmanın audit prosesinin idarə edilməsinə, daxili yazışmalara, hesabatlıqların, təqdim olunan hesabatların analitik təhlillərinin hazırlanmasında istifadə edirik. Amma bunun hesab edirik ki, daha çox qurumlara əhatə edilməsi üçün dövlət maliyyə sektorunu əhatə edən və bu sektorda iştirakçı olan qurumların maliyyə mühasibatlıq sahəsi üzrə vahid sistemlərin olması, sonradan bu sistemlərə bizim də qoşulmağımız bu fəaliyyətin daha nəticəli olmasına gətirib çıxaracaq. Hesab edirik ki, fiskal məsuliyyətin artırılması işləri davam etməlidir. Fiskal məsuliyyətin artırılması büdcə vəsaitlərinə daha optimal yanaşmanı xidmət edəcəkdir. Bundan ötürü hər bir qurum, xüsusilə mənim daha çox xoşladığım bir ifadə, büdcə manatına məsuliyyətli yanaşılmalıdır. Büdcə manatına məsuliyyətli yanaşmaq bizim gələcək dövr üçün gəlirlərimizin artmasına, xərclərimizin isə optimallaşmasına səbəb olacaq. Bax, ona məsuliyyətli yanaşmaq üçün qurumlar nə etməlidirlər? Qurumlar, qurum daxili məsuliyyət bölgüsü doğru müəyyən edilməlidir. İlk əvvəl bizim parlamentə təqdim etdiyimiz hesabatda bir neçə əsas təklif var. Bu təkliflərin ən önəmlisini səsləndirmək istərdim. Bunun biri, büdcə münasibətlərini tənzimləyən büdcə sistemi haqqında qanun yenilənməsini və yaxud yeni qanun müəyyən edilməsini, bu büdcə indiyə qədər köhnə qanun yenidən işlənməsi deyil, sadəcə yeni yaranmış şəraitə, reallığa uyğun və beynəlxalq standartların da tələblərindən faydalanaraq yeni bir qanun hazırlanmasıdır və bu qanunda biz nəzarətin hər üç mərhələsinin ilkin, cari və sonraki post mərhələsinin təkmilləşməsini görməliyik. Eyni zamanda hər bir qurumda daxili auditin də yaradılması, ilkin pozuntuları ilk mənbədə bu orqanlar, daxili strukturlar tərəfindən müəyyən edilməsini, büdcə vəsaitlərin idarə edilməsində bu əsaslı xərclərin qrafiklərin müəyyən edilməsidir, büdcə yer dəyişmələrinin limitlərin qoyulmasıdır və s. bu kimi yeni mexanizmlərin təkmilləşməsi vacibdir.
Ən vaciblərdən də biri, bilirsiniz ki, 2024-cü ildə yeni dövlət satılamaları haqqında qanun müəyyən olundu. Bu qanun mütərəqqi bir qanundur. Onun tətbiqi müəyyən müsbət məqamlar da var. Lakin 2024-cü ilin bu yeni qanunun ex-post qiymətləndirilməsi bizə göstərdi ki, qanunun tətbiqi daha da asanlaşmalıdır. Orada tətbiq olunan mexanizmlər bürokratik yük yaratmamalıdır. Bazar münasibətlərinə daha yaxşı inteqrasiya olunmalıdır. Bundan ötürü də mövcud qüvvədə olan qanunda bəzi dəyişikliklərin də edilməsi zəruridir. Güman elə ki, bu dəyişikliklər olunacaq. Ümid edirik. Təşəkkür edirəm Vüqar müəllim, suallarımıza ətraflı geniş cavab verdiyiniz üçün minnətdaram. Sağ olsun. Xatırladım ki, vacib sualı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov cavablandırırdı. Hələlik.